Cənubi Azərbaycan 1920-30-cu illərdə 20-ci illərdə Cənubi Azərbaycanda Xiyabani hökuməti devrilir və bundan sonra Cənubi Azərbaycanda demokratik mübarizə imkanları artıq tükənir. Yəni xalqın artıq gücü qalmamışdı. 1920-ci illərin birinci yarısında ictimai-siyasi vəziyyət mütərəqqi liberal demokratların deyil, yəni müasir düşüncəli, yenilikçi, demokratik düşüncədə olanların deyil, əks təmayüllü qüvvələrin xeyrinə dəyişməyə başlayır. Burada öz nüfuzunu yaymaq məqsədi güdən Böyük Britaniya fəal surətdə İranın daxili işlərinə qarışırdı. Təbii ki, bu 19-cu əsrdə də var idi. Əvvəlcə iri feodallara arxalanaraq yerini möhkəmləndirməyə çalışan ingilislər tezliklə fikirlərini dəyişir və Sovet Rusiyasına nifrət edən Rza xan kimi hərbiçilərə üstünlük verməyə başlayır. 1921-ci ildə Rza xan dövlət çevrilişi eləyir. Ə, İlk öncə hərbi nazir, daha sonra isə baş nazir olur. Cənubi Azərbaycanda siyasi repressiya həyata keçirilir. Necə ki, Şimali Azərbaycanda Sovet eləyirdi, burada da Cənubi Azərbaycanlılara qarşı repressiyalar həyata keçirilir. 1925-ci ildə hərbi nazir Rza xan Cənubi Azərbaycanda səfər edib Təbriz, Xoy, Salmas, Ərdəbil şəhərlərində olur. O səfərə çıxmamışdan əvvəl xüsusi bəyanatında bildirir ki, bu səfər Azərbaycanın fövqəladə xidmətlərini nəzərə alaraq eləyir. Əslində məqsəd Azərbaycandakı bütün qüvvələri səfərbər edib Qacarları devirib hakimiyyətə gəlmək idi. İşsizlikdən, bahalıqdan, rüşvətxorluqdan, özbaşınalıqdan bezmiş xalq kütləsi Rza xanın verdiyi o yağlı vədlərə inanır və 1925-ci ildə Qacarlar sülaləsi devrilir, hakimiyyətə Rza Şah Pəhləvi gəlir. Beləliklə Qacarların hakimiyyəti 1796-da başlamışdı, 1925-də bitir və Pəhləvilər sülaləsinin, Farsların hakimiyyəti başlayır. Qacarlar türk idi, Pəhləvilər fars. Cənubi Azərbaycan Rza Şahın hakimiyyət illərində 20-ci illərin ikinci yarısı, 30-cu illərdə Cənubi Azərbaycanda Rza Şah gələndən sonra hakimiyyətə, yəni Pəhləvilər hakimiyyətə gələndən sonra sosial, iqtisadi, siyasi, mədəni dəyişikliklər baş verir. Bu Şimali Azərbaycanda da olmuşdu. Çünki orada da çevriliş olmuşdu və Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdu. Bu dövrdə Cənubi Azərbaycanda xüsusi kapital əsasında onlarla xırda, orta, iri müəssisə tikilməyə başlayır və beləliklə Cənubi Azərbaycanda milli sənayenin əsası qoyulur. Amma Pəhləvi rejiminin təmsil elədiyi qüvvələr sosial-iqtisadi sahələrdə dərin dəyişikliklərin həyata keçirilməsini istəmirdi. Amma ancaq öz hakimiyyətini möhkəmləndirmək siyasəti yerdən islahatlar həyata keçirirdi. Cənubi Azərbaycan yerində İran iqtisadiyyatının, kənd təsərrüfatının əsas istehsalçı mərkəzi idi. Kənd təsərrüfatından xırda əmtəə istehsalı o Cənubi Azərbaycanda daha çox idi. Bu dövrdə Cənubi Azərbaycanda sənayenin əsasını əl əməyinin üstünlüyü təşkil etdiyi xırda sənətkar emalatxanaları təşkil edirdi. Fabrik zavod sənayesi zəif inkişaf eləmişdi. Təbriz, Zəncan, Ərdəbildə bir neçə toxuculuq, yuniflik, kibrit fabrikləri, şəkər zavodları var idi. İstehsal həcminə həm də fəhlələrin sayına görə bunlar da çox iri deyildilər, kiçik müəssisələr idi. Cənubi Azərbaycanda ümumiyyətlə İranda mövcud kapital əvvəllər olduğu kimi yenə də kənd təsərrüfatı, ticarət və sələm sahələrinə axırdı. Və nəticədə Cənubi Azərbaycanda sənayeləşmələngiyirdi. Bu dövrdə Cənubi Azərbaycanda cəmi bir dövlət müəssisəsi, şəkər zavodu tikilmişdi. Bu dövrdə sosial strukturda baş vermiş dəyişikliklərdən biri də vaxtı ikən burada çox yüksək mövqeyi olan, çox yüksək yerdə duran ruhanilərin sayının azalması və mövqeyinin zəifləməsi idi. Rza Şah bütün diktatorlar kimi heç bir müxalif qüvvələrlə hesablaşmayan, zoraki siyasətə üstünlük verən dövlət başçısı idi. Yəni diktatura rejimi qurmağa çalışırdı. Hətta o özünü Hitlerin davamçısı hesab eləyirdi. Özünü İranın führeri elan edilmişdi Hitlerə baxaraq. Onun dövlət səviyyəsində qaldırdığı və pan-İranizmə söykənən milli zülm siyasəti qeyri-farslara, o cümlədən Azərbaycan türklərinə qarşı maddi mənəvi həyatın bütün sahələrində həyata keçirilirdi. Pan-İranizm nədir? Pan-İranizm İranlılardan, yəni farslılardan başqa digər xalqlara qarşı mənfi mövqedə dayanmaq, yəni onlara qarşı ayrı-seçkiliyin olması idi. Pan-İranizm və onun fəsadları. 1930-cu ilin əvvəlindən başlayaraq İranla SSR, o cümlədən Cənubi və Şimali Azərbaycan arasında iqtisadi əlaqələr zəifləyir. Bir qədər sonra tamamilə kəsilir. Bunu qeyd etmişdik. Bu ölkənin iqtisadi həyatına zərbə vurur. Yəni şimaldakı qonşusu ilə əlaqələri kəsib, qonşu ilə danışmır. Bu həqiqətən iqtisadi əlaqələrə, iqtisadiyyata mənfi təsir göstərir. 20-30-cu illərdə Cənubi Azərbaycan inzibati cəhətdən parçalanır və 37-ci ildə Qərb və Şərq Ostanına, yəni vilayətə bölünür. Deməli 37-ci ildə Cənubi Azərbaycanı Rza Şah Pəhləvi iki yerə bölür. Qərb və Şərq Ostanı və yaxud da Qərb və Şərq vilayəti. İranda azərbaycanlıların milli təşəkkülü, mədəniyyəti, dili, milli şüur formalaşma prosesi Şimali Azərbaycana nisbətən zəif gedirdi. Bu dövlət səviyyəsində aparılan farslaşdırma siyasəti ilə bağlı. Yəni farslaşdırma siyasəti yeritdiklərinə görə Cənubi Azərbaycanda xalqın maariflənmə prosesi zəif gedirdi.
Bu siyasət İran əhalisinin yarıya qədərini təşkil edən bütün qeyri-fars xalqlara və ilk növbədə Azərbaycanlılara qarşı idi. Paniranizm ümumiyyətlə türklüyə qarşı çıxan bir siyasət idi və xüsusən də Azərbaycanlılara qarşı. Rıza Şahın mərkəzləşmiş güclü dövlət yaratmaq məqsədilə apardığı inzibati siyasətdə qeyri-fars millətlərin varlığına, milli təmərküzləşməsinə qarşı çevrilmişdi. Yəni fars olmayanlara qarşı burada bir şiddət, bir ayrı-seçkilik var. Türk dilində yazılan kitablar, Təbriz şairlərinin çap olunmuş əsərləri, əlyazmaları toplanılıb yandırılırdı. Türkcə coğrafi adlar, dağ, çay, şəhər, kənd tarixi, türk əsərlərinin və abidələrinin adları sistemli olaraq fars adına çevrilirdi. Panüranizm siyasəti xalqların etnik və milli şüurunun artmasını, milli mədəniyyətlərin inkişafının qarşısını almağa yönəlmişdi. Ana dilində təhsil almaq, qəzet, kitab nəşr etmək qadağan idi. Bütün bunlar Azərbaycan ədəbi dilinin formalaşmasını qeyri-mümkün edir. Yəni farsın içində Azərbaycan dilində yazmağa, oxumağa icazə olmadığına görə onlar da bunu edə bilmirlər və Azərbaycan ədəbi dili, yəni ədəbiyyatının formalaşması dayanırdı orada. Aydındır ki, bu siyasətdə məqsəd zəngin Azərbaycan dilini yerli ləhcə səviyyəsinə endirmək idi. Yəni dili unutturmağa çalışırlar. Bu gün də siz Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların nitqinə, danışığına baxsınız, görərsiniz ki, tam Azərbaycanca danışa bilmirlər. Çünki farsın içində qala-qala bir qismini qoruyub saxlaya biliblər və əslində bu çox böyük bir şeydir ki, onlar o zülmün altında öz dillərini qoruyub saxlamağı bacarıblar. Beləliklə Rıza Şah rejimi Cənubi Azərbaycanda keçmişdə görünməmiş bir milli zülmün əsasını qoyur. Yəni Qacarların dövründə Qacarlar türk olduğuna görə heç bir millətə qarşı burada ayrı seçkilik yox idi. Rıza Şah Pəhləvi gələndən sonra Pəhləvilər fars olduğu üçün farslara qarşı bir ayrı seçkilik, daha doğrusu qeyri-fars olanlara qarşı bir ayrı seçkilik başlayır. Deməli, Azərbaycanın həm şimalında, həm də cənubunda bu dövrdə milli mədəniyyətimizə, milliyyətimizə bir zülm var. Yəni inkişafa icazə verilmir. Digər bir qeyd etmək istədiyim şey, Rıza Şah Pəhləvi qeyd etdi ki, Hitlerlə oxşarlıq təşkil edir. Hitler Almanlara qarşı bir, daha doğrusu Alman milləti millətçiliyini yeridirdi. Yəni şovinist idi, qatı millətçi idi. Burada da Rıza Şah Pəhləvi paniranizm, yəni farslığa qarşı bir şovinizm irəli sürüldü. Şovinizm nədir? Qatı millətçilik. Yəni öz millətini üstün tutub digər millətləri hörmət qoymamaqda, yəni onları saymamaq.